Əgər Azərbaycana atom bombası atılarsa nə baş verər? Tamamilə təxmini və riyazi hesablamalara əsasən düşünəcəyik. Atom bombası daha effektiv ola bilməsi üçün yerdən yüksəkdə partladılır. Bu zaman çox güclü sarsma dalğası əmələ gəlir. İlkin olaraq atom bombası düşdüyü ərazidən asılı olaraq 2500 metr dərinliyində çuxur əmələ gətirə bilər. Əgər yaxınlığınıza bir atom bombası düşərsə, ilk hiss edəcəyiniz şey şok dalğası və küləkdir. Bu küləyin sürəti saatda 500 km-ə çatır. Atom bombası atıldığı nöqtədən 30 km məsafəyə dək bütün infrastrukturları, yəni evlər, maşınlar, bir sözlə hər şey dümdüz olur. Bundan sonra partlama mərkəzindən 115 kilometrlik bir ərazidə böyük-kiçik hər şey ciddi xəsarət alır. Atom bombası partlayarkən yaxın çevrədə 3000 dərəcəyə qədər istilik olur. Dəmirin ərimə istiliyinin 1538 dərəcə olduğunu varsaysaq, 30 kilometr ərazidəki hər kəs nə olduğunu bilmədən kül olacaq. Mərkəzdən kənar 115 kilometrlik ərazidə isə insanlarda 3-cü dərəcə yanıq əmələ gələcək. İstilik səbəbilə termal yanğınlar baş verəcəkdir. Küləklərin köməyi ilə bu yanğınlar yayılacaq və təbii ki, söndürülə bilməyəcək. Atom bombası partlayarkən yüksək miqdarda radiasiya əmələ gəlir. Bu radiasiya havadan və fəsildən asılı olaraq 1500 kilometrədək yayıla bilər. Yəni bomba Azərbaycana atılsa belə Türkiyə, Suriya, Livan, İraq, İran, Rusiya, Ərəbistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, Ukrayna və s. onlarla ölkə ciddi ziyan çəkəcəkdir. Partlamadan şans əsəri sağ çıxan insanlar belə çox miqdarda radiasiyaya məruz qalıb, ən yaxşı halda xərçəng xəstəsi olacaq. Bundan başqa atom bombası atıldığı ərazini sadəcə öz dağıdıcı gücü ilə deyil, eləcə də iqlim dəyişikliyi, zəlzələ kimi faktorlarda oyatdığı üçün böyük ziyanlar vurur. Biz hələ atom bombasının siyasi və iqtisadi və s. vurduğu zərbələrdən danışmırıq. Bunun kimi bir ssenaridə əgər Azərbaycana atom bombası atılarsa, nə baş verdiyini başa düşə bilməyəcək 500 min ilə 1 milyon arası insan öləcək və təbii ki, növbəti 10 ildə radiasiyanın da köməyi ilə ölənlərin sayı ümumilikdə 10 milyonu ötəcəkdir.